Kör gör. Məndən sonra gəldin, məndən də çox qazandın, evdə elədin, hər şeydə sağlıqva qismət. Sağlıqva qismət. Mən səni nə pislik eləmişəm, nə evimə gəldin, səni bir dəfə evdə yedizdirmədim. Apardım, bir həftə qaldın, hər gün restoranda yedizdirdim səni. Kiraya qala-qala, 1-2 mindən çox bir həftəyə pulum çıxdı. Hansı dost eləyər onu? Hə? Orucluq aydı. Sənə nə indiyə kimi mən nə pis dalaşmışıq bir-birimizə ağzımıza gələn demişik, sən mənə demişsən, mən də sənə demişəm. Sən deyə bilmərsən ki, mən sənə deməmişəm. Gördün ad günümdə 2000 pul yığıram, çıxdın canlıda dedin ki, onun evi var. Bu orucluğam da olsun. Gördü pul yığırlar insanlar. Mənə dedi onun evi var, ona nəyə pul yığırsınız? O pisliyi də elədim mən, onu da keçdim sənə. Nə oldu mən sizə sözümü deyəndə, məni bayraq eləyib əlinizdə deyirsiniz ki, sən ağzıva gələndə, bəs sizin danışdıqlarınızı niyə saymır bu millət? Sizin mənə elədiyiniz pislikləri niyə saymır bu millət? Siz özünüzü yazıq göstərib başınızı burub oturursunuz, məni sözün düzün deyirəm deyə pis eləyirsiniz bu cəmiyyətin içində. Mənim səhvim bilsiz nədir? İnsanları özüm kimi bilməyim, insanlara ürəyimi açmağım. Amma bunlar ancaq mən danışanda səsimi yazırlar, nəyimisə yazırlar. Gör, bunlar nə qədər qurtdudular. Məndən elə səhv tutmağa çalışırlar. Niyə baboş? Sənə pislik eləmişəm. Çıx denən ki, laman eləməmsən. Hə? Kiraya qala-qala mən onu sənə verməməliydim. Çıxartdım 200 manat ev pulu verdim. Niyə verməliyəm? İndi kim kimin ev pulusunu verir? Başıva qalxmıram, sadəcə sənə nə pis olmuşam mən. Hə? Nə pis olmuşam sənə? Süfrəmi açmışam sənə. Əlvi bir dəfə qoymamışam cibimə atasan. Niyə? Dəqiqə başlayırsan, məndən prim kasırlar. Mən sənin nəyindən prim kasacam? Səndən qabaq tanınmışam. Sənin canlının 200 nəfər olanda gəlib sənin canlında sənə dəstək olmuşam, ay baboş. İndi sənin yayıncılar canlının qalxıb deyə sayır.